Keçək növbəti oyuna Araz Naxçıvan Turan Tovuz qarşılaşması. 1-1 hesabı qeydə alındı. Tərəflər hərəyə həm bir qol, həm də bir xalla kifayətləndilər. Faiq Hacıyevin qoluna Yosip Paro fasilədən sonra cavab verdi. Araz Naxçıvan 78-ci dəqiqədə meydanda azlıqda qalsa da bu hesabı qoruyub saxlaya bildi. Qurban Berdiyevə AFFA tərəfindən, Nizam-İntizam Komitəsi tərəfindən çox ağır bir qərar verilib. Bu baxımdan Turan Tovuz tərəfi AFFA-ya şikayət etsə də yekun qərar dəyişilməz olaraq qaldı. Turan Tovuz sabah oyununun 19-cu dəqiqəsində Qurban Berdiyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı və İntizam Komitəsinin qərarına əsasən Qurban Berdiyev 3 oyun şərti olmaqla 5 oyunluq cəzalanıb. Klub isə 4000 manat məbləğində cərimə olunub və təbii ki, bu müddət ərzində mətbuat konferansında da, texniki zonada da bizim hamımızın çox gözəl tanıdığımız Azərbaycan futbolunun əfsanələrindən Yunus Hüseynov olacaq. Necə ki, bu oyunda da iştirak elədi. Əslində komandasının pis təsir bağışlamadığını bildirdi. Hətta 2 xal itirdiklərini vurğuladı. İndi sən təbii ki, oyunu dəyərləndirəcəksən, deyəcəksən. Eyni zamanda təbii Araz Naxçıvanın da epizodları bol oldu. Bəli. Elmar Baxşiyev hətta qırmızı vərəqə məsələsinə toxunub. O bildirir ki, çox bəsit vərəqə idi. Verməyə bilərdi. Düşünür ki, Elmar Baxşiyev ikinci sarı vərəqəni. Amma düşünürəm ki, yekunda elə ən ədalətli nəticə ilə 1-1 idi. Tərəflər bununla da razılaşdılar. Və Turan Tovuz adına daha bir şad xəbər isə ondan ibarətdir ki, bugün, yəni aprelin 21-i, biz bugün verilişi çəkirik. Bugün günorta saatlarında Kürdaxanıda yerləşən Turan Tovuzun yeni bazası istifadəyə veriləcək açılış mərasimi olacaq daha doğrusu. Gözəl. Təbii otörtüklü meydanları var, hər cür şəraiti var. Çoxdan idi ki, bunun tikintisinə başlanılmışdı. Tarixi bir andı. Nə qədər vaxt idi başlanıb tikilişi? Biz qışdan danışırıq, hatırlayırsan? Qurban Berdiyev Qışdan danışırıq, bəli. Qışdan 5 hektardan böyük olan Kürdaxanı layihəsi. Özdə operativli gedirdi oranın işləri. Test tikilər. Belə göstərilməsə belə, yəni hər dəfə məlumatlarım olmalı, bilmirdikdən. Yaxınlarda Qurban Berdiyev özü də iştirak eləmişdi. Amma bu yaxın bir müddət... Görsən, belə xəbərlər necə sevindirir bizi? Əlbəttə. Qurban Berdiyev ümumiyyətlə Azərbaycan futboluna gəlməyinə görə mən sevinirəm. Yeri gəlmişkən Qurban Berdiyevə buradan salamlar, hörmətlə, dərin hörmətlə və Allah qapısını açıq eləsin. Allah qapısını açsın. Uslovnudur da. 2 oyun şərti olmaqla 5 oyun. 3 şərti, yəni inşallah elə 2 oyundan sonra ağır cəzadır onun üçün. Əvvəlsində verməmək olardı, yəni 5. Amma nəysə, Turan yaxşı oynayır, Araz yaxşı oynayır. Bax, şəxsən mənim aləmimdə Arazla Turan kimi komandalar oynayanda mən qalıram, yəni kimə balet eləyim, niyə görə? Çünki çox istəyirəm ki, Araz Avrokuboklara getsin, çox istəyirəm ki, Turan Avrokuboklara getsin. Amma yəni belə momentdə özünə deyirsən ki, kəşki heç olaydı, yəni heç kim itirməsin də. Amma əslində ikisi də 2 xal itirir. Bəli. Düzdür, Araz 3-cü yerdədir və Turan Tovuzla xal fərqi 5-ə bərabərdir. Amma hələ şans var da mövsümün sonuna qədər. Sezon sonuna qədər Araz Naxçıvan çalışır ki, elə sükanı beləsinə saxlasın. Rəqiblə hansı ki, aşağıdan addım-addım izləyən Tovuz komandası. Yəni, baxırsan ki, hər oyundan oyuna doğrudan da şansları olduğu üçün addım-addım izləyir. Ona görə Araz Naxçıvan da yəni belə oyunlarda hansı ki, rəqib səndən arxada olan komanda, 4-cü yerdə olan evdə oynayırsan, çalışırsan ki, məğlub edəsən. Amma rəqibi analiz eləyəndə, baxanda görürsən ki, doğrudan da rəqib çox təhlükəli rəqibdir və öz oyun üslubu var hansı ki, Qurban müəllimin və o komandasını oynatmağa çalışır. Orada da çətin oyun idi. Araz Naxçıvanın da qol momentləri var idi. Elə birincidən hesabda geriyə düşdülər. Sonra
Bəli. Hesabı bərabərləşdirəndən sonra, ondan sonra yenə də qırmızı vərəqə alandan sonra komanda Tam bərabər səviyyəli oyun gedirdi. yəni Tam bərabər. orada o ikinci Əslində Sən qol- istər statistik göstəricilərə də baxanda görürsən ki, bərabər səviyyəli oyun oldu. İkinci qol da kim hansı Araz Naxçıvan məsələn 10 nəfərlə daşı belə qalsa, əgər qol 10 nəfərlə 5 dəqiqə oynadılar da. Yox, 5 dəqiqə. Yox, 78. 78-ci dəqiqədə alıb. 12 dəqiqə belə var elə oyuna da 5 dəqiqədir, 4 dəqiqə. Ən Mən az 5 dəqiqə mən 5 dəqiqənin şey dedim də, yəni məcazi mənada 5-10 dəqiqə vaxt. dəqiqədir da, ay Ali. Orada sən qırmızı ilə fərq eləmir ki, qırmızı ilə sən 10 dəqiqə də oynaya bilərsən. O vaxt biz yarışa getmişdik. Şey ilə oynayırdıq. Nəysə Sözünü şeylədi, deyir, mən də sözünü Məşqçi deyəcəm. elə bir götürüb zaman eləyib deyib ki, bəs birinci tayımdan sonra ki, sən çıxacaqsan, o birisi də filan kəs də onun yerinə girəcəkdi. Bu kimə ki çıxacaq elə bil ona demək yadından çıxıb da başa düşdü. Sən gözləyir. Planında fikirləşir, bunu dəyişəcəm, onu buraxacam. Nəsə içəridə başlayıb danışmağa ki, sən belə uşaqlar oynayırıq, narahat olmayın. Sən ortadan gir, ortanı bağla, nə bir keçdin, plastik eləsə, sonra da çıxanda görməsin deyir ki, onu deyən hazırlaşsın, sırası çıxır. Başlayan kimi bir çıxmışıq, top oturup, o toka, bom. Buna görürsün demək bax. Sən dalarsın. 12 nəfər oynayır. Oyuncu çıxmıyor, bu Ama çıxmıyor, bu bizə yadından çıxır. Qardaşım,